Azərbaycanın ən böyük gölü Sarı Su. Göl son illərdə rekord səviyyədə su itkisi ilə özləşib. Sarı Su Kür çayının sahili boyunca 22 kilometr məsafədə uzanır. Əsasən Ağgöldən, yağıntılardan və yeraltı sulardan qidalanır. İqlim dəyişikliyi nəticəsində gölün suyu xeyli çəkilib. Kürün səviyyəsinin düşməsi isə ekoloji böhranı daha da artırır. Sarı Su minlərlə köçəri quşun və nadir balıq növlərinin sığınacaq yeridir. Təbiət bizə xəbərdarlıq edir. Gələcək nəsillər Sarı Sudan bəhs edərkən, bir vaxtlar burada göl var idi deməsinlər.